Deməli, uşaqlar, görürəm oxumusunuz. Mən də bəzi əsərlərdən bəzi məlumatları belə videoya çatdırım sizə. Ən azından telefonda oyalananda qabağınıza çıxsın. Götürək Əfsələddin Xəqaninin əsərini, Töhvətül İraqeyn. Bu əsərlə bağlı sizin qabağınıza doğru yanlış suallar çıxa bilər və yaxud da əlaqələndirmə suallar çıxa bilər və orada sizə nələr soruşa bilər. Bu əsərlə bağlı düzgün variantlar hansılardır? Deməli, birincisi, bu əsər Azərbaycan ədəbiyyatında ilk poemadır, 12-ci əsrə aiddir, avtobioqrafik səciyyə daşıyır. Avtobioqrafik nədir? Yəni, özü haqqında məlumatlar verir, bioqrafiya sözü var orada. Uşaqlıq xatirələrindən, uşaqlıq illərindən danışıb. Amma süjet xətti yoxdur, bu çox önəmlidir, önəmli məlumatdır. Süjet xətti yoxdur. Azərbaycan ədəbiyyatında ilk poema olsa da, ilk süjet xətti olan poema deyil. Fars dilindədir, 12-ci əsrə aiddir, müəllifi Əfsələddin Xəqanidir, Azərbaycan ədəbiyyatında ilk poemadır, avtobioqrafik səciyyə daşıyır, uşaqlıq xatirələrindən, uşaqlıq illərindən məlumat verir. Bu qədər.